Rusiyanın Sovet dövründən qalan nüvə arsenalı saz vəziyyətdə deyil. Balistik raketlər hər 10 ildən bir onun yanacağı dəyişdirilməlidir. Yanacağı ilə yanaşı alışqan rolunu oynayan və yanacağı partladan naqillər var. O naqillər 10 il müddətində çürüyür. Onların dəyişdirilməsi lazımdır. 30 ildir ki, tayqada, nə bilim, Rusiya meşələrində və müxtəlif yerlərdə, yer altında yerləşdirilmiş ballistik raketlərin nə yanacağı dəyişdirilir, nə naqil sistemi dəyişdirilir. Son zamanlar bir-iki dəfə tayqadakı nüvə raketlərini havaya qaldırmaq istədilər. Onlar ilə havaya qalxmaq məqamındaca o 3 pilləlidir, 3 yanacaq bakından ibarətdir. Birinci pillə partladı və havaya qalxmadı. Bütün bunlar onu göstərdi ki, nüvə arsenalında ciddi yenilənmə, texniki yenilənmə lazımdır. Yanacaq mütləq dəyişdirilməlidir. Yanacağı dəyişdirə bilər və güman edirəm ki, yanacaq tapa bilər. Amma bu vaxt tələb eləyir və həmin raketlərin hamısının təzədən sökülüb yığılması, naqillər sisteminin dəyişdirilməsi, onun komanda mərkəzi ilə əlaqələndirilməsi məsələsində problemlər mütləq ortaya çıxacaq. Rusiya hələ ki, necə deyərlər, psixoloji təzyiq göstərir. Nüvə dəyənəyi ilə hədələməyə çalışır. Amma onların dediyi o Areşnik də yenə də uğurlu olmadı. Areşnikin 2 dəfə silahından birində Areşnik havaya qalxdı, ikinci pillədə alışdı, yandı və yerə düşdü, öz ərazisinə düşdü. Orta mənzilli nüvə raketlərindən bir İskəndərlər saz vəziyyətdədir, onlar da tükənmək üzrədir. Cəmi cümlətəni 5-6 İskəndər raketləri qalır. Qanadlı raketlər demək var ki, atılıb, hamısı qutarılıbdır. İndi başqa çıxış yolu yoxdur. Bunlar psixoloji təzyiqdən istifadə edib qarşı tərəfi sınaqdan çıxarırlar. Və İskəndərlərin Ukrayna ərazisinə düşmüş və partlamış qalıqları NATO-nun mütəxəssisləri tərəfindən yoxlanılıb. Bəlli olur ki, bu raketlərin gövdəsi çoxu dəmirdən, poladdan düzəldilibdir. Halbuki bu saat poladdan düzəldilmiş, xüsusən də nüvə raketləri yoxdur. Bunlar hamısı alüminiumdan və digər ferro xalitələr deyirlər. Müxtəlif metalların qarışmasından ibarət materialdan düzəldirlər. NATO mütəxəssislərinin qənaətinə görə raket qayırma sənayesinin inkişaf səviyyəsinə görə, ondan sonra modernlik səviyyəsinə görə Rusiya qərbdən ən azı 15 il geri qalır. İndi onların öz rəyidir, 15 il geri qalır. Və onların sürətini də NATO ölkələrində olan raketlərin sürətinə çatdırmaq mümkün olmayacaq. O qabaqlayıcı zərbə deyirlər. O qabaqlayıcı zərbənin endirilməsi məsələsində NATO çox asanlıqla Rusiyanı qabaqlayacaq və NATO-ya qarşı və yaxud elə Amerikaya qarşı hücuma keçməyə çalışarkən onları heç şaxtadan çıxmaq komandası veriləndə andaca şaxtanın üstündə vurub məhv edəcəklər. Yəni, NATO raketləri, xüsusilə nüvə raketləri o dərəcədə həm sürətlidir, həm yüngüldür, həm daha çox yük götürə bilir və üstəlik də qabaqlama məsələsində, önləyici zərbə məsələsində Rusiyanı ən azı 3-5 dəqiqə geridə qoyur. Belə deyək, raket zərbəsinin endirilməsində hətta 1 dəqiqənin, hətta 30 saniyanın da çox böyük əhəmiyyəti var. Bu işin bu tərəfi.
İndi Rusiya bəli, nüvə təlimləri keçir, yoxlayır, nüvə raketlərinin döyüş hazırlığı vəziyyətini yoxlayır. Məncə bu yoxlamadan sonra çox məyus olacaq. Çox məyus olacaq. Məyus olacaq ki, raketlərin çoxu tamamilə köhnəlib də deyə bilərəm, çürümüş vəziyyətdədir. Çürümüş vəziyyətdədir və özü ilə də Belarusu sanki sürükləyir. Fikir verirsinizmi? Yəni Belarusla Lukashenko qorxusundan hiss olunur ki, səsini çıxara bilmir. Amma deyir o hara cəhənnəmə gedən özünə yoldaş axtarır. Elə bil ki, cəhənnəmə Belarusu da sürükləyir. Çünki bilirsiniz ki, bu mən indi az əvvəl Ruttenin təhdidini dedim. Yəni o da var ki, son günlər ümumiyyətlə Avropa ölkələri ilə Rusiya arasında çox ciddi problemlər yaşanır. Bilirsiniz ki, Baltikyanı ölkələrdə tez-tez Rusiya puaları, sərhədləri pozur. Ötən gün Latviyada həmin məsələ baş verdi, Litvada baş verdi. Finlandiya ilə bağlı müəyyən narahatlıqlar var və ona görə deyirəm ki, yəni sanki Lukashenkonun da özü ilə sürüyür, aparır və mümkün yenə də bir NATO-Rusiya qarşı durması haqqında danışırlar. Elə bil o addım-addım o mərhələyə yaxınlaşır. Necə düşünürsünüz? Bu mümkün görünürmü? Gəlin belə danışaq. Belarusiya ərazisinə Areşniklərdən bir neçəsi yerləşdirildi. Yəni o Rusiyanın son dövrlərdə hazırlanmış ən mükəmməl, həm də nisbətən saz nüvə arsenalı hesab olunur. Amma o nüvə silahları Belarus ərazisinə yerləşdirilən kimi NATO-nun Məşvərət Şurası toplanıldı, Ramşteyn'də toplanıldı və belə qərara alındı ki, əgər Belarusda Qərbə qarşı hər hansı cüzi bir hərəkətlilik olsa, dərhal Belarusa doğru həm raket hücumu, həm də quru qoşunlarının hücumu başlanacaq və bütün NATO ölkələrinə. Bütün NATO ölkələrində, yəni 5-ci maddə işə düşür. İşə düşür və Belarusiyada Lukashenkon'u devirirlər, müxalifəti hakimiyyətə gətirirlər və Belarusiyada demək olar ki, Rus yanlı, Rusiya mövqeli hakimiyyət sıradan çıxarılır. Ona görə də Lukashenko bunu bilir, qorxur, amma riskə getmək məcburiyyətindədir. Çünki əgər Putin dediyini eləməsə, Putin bunu devirəcək. Amma hər halda o Qərbdən qorxmalıdır. Qərb ən qorxulu qüvvədir və onu bir gün yox, bir neçə saat ərzində yox edəcək, devirəcək və ölkədə başqa bir siyasi rejimin bərqərar olmasına yardım olacaqdır. Rusiyanın özünə qaldıqda isə Rusiya ona görə bu nüvə silahı ilə hədələyir ki, nüvə silahı onsuz da çəkindirici qüvvədir. Hər zaman hədə edib onunla qarşı tərəfi qorxutmaq olar. Ona görə bundan istifadə etməyə çalışır ki, Rusiyanın digər silah növləri demək olar ki, tükənibdir, yox dərəcəsində. Xəzinə tükənibdir. Ölkədə ciddi narazılıq var. Artıq ordunun içərisində Putinin devrilməsi ilə bağlı şayələr gəzməkdədir. Bu şayələrə başçılıq edən Şoygudur, keçmiş müdafiə naziri ki, onun yaxın ətrafı və generallar birləşərək hər şey belə davam edə bilməz. Ölkə uçuruma doğru gedir. Bu uçuruma doğru getmənin əsas səbəbi də Putindir. Biz Putini kənarlaşdırmasaq, ölkə normal, heç olmasa indiki status quo-nu qoruyub saxlaya biləcəkdir. Düzdür, bu xəbəri Putinə çağırıblar, Şoyqunun yanına çağırdı və onunla söhbət elədi, amma Şoyqu qəti surətdə imtina elədi ki, belə şeylər məni nüfuzdan salmaq üçün edilən addımlardır. Bunu kim düşünübsə, onların özləri qəbahət içərisindədir. Şoyqu öz günahını yumaq üçün Ermənistana barmaq sirkələdi, onun şəklini də göstərmişdilər. Ermənistana barmaq silkələyir və
görün sizin başınıza hansı fəlakətlər gələcək. Yəni, bununla Putinin siyasi xəttini müdafiə etdiyini göstərməyə çalışdı. Özünü bir növ təmizə çıxartmağa çalışdı. Amma alındı, alınmadı, mən onu deyə bilmərəm. Mənim zənnimcə Şoyqudan çox şübhələniblər. Şoyqunun başında da generalitetin böyük bir hissəsi dayanır. Çinə səfər isə valla gülməli idi. Fövqəl dövlətlər Amerikada, Amerikanın prezidenti Çinə və ya hansı bir ölkəyə səfər edərkən özünün limuzini, Branirov'un limuzini qabaqcadan ayrıca bir təyyarədə qorumaları ilə birlikdə həmin ölkəyə göndərilir. Qabaqcadan orada onun hərəkəti sınaqdan çıxarılır. Putin deyildi. Putinin limuzinin qabaqcadan ayrı bir təyyarədə hansı ölkəyə səfər edirsə oraya göndərilirdi. Hətta Azərbaycana səfər zamanı o limuzini ayrıca bir təyyarə gətirib burada indirirdi. Putin o limuzuna minərək görüş yerinə gedirdi. Pekində o limuzini Pekinə göndərmədi. Orada Çinin ona ayırdığı, yəni belə razılaşmışdılar. Ona ayırdığı Audi markalı limuzindən istifadə etdi. Yəni artıq xərclərə getməmək və eyni zamanda artıq bəlkə də utanır da belə təmtəraqlı hərəkətlərə, qəbullara getmək istəmir. Mən Trump'ın qarşılanma mərasimi ilə Putinin qarşılanma mərasimini müqayisə edəndə mən dəhşət bürüyür. Yəni Trump daha yaxşı qarşılanmışdı. Daha yaxşı qarşılandı. Trump'ı belə deyək, Çin Böyük Millət Məclisinin qapısı ağzında qarşıladı. Hələ bir neçə addımda Trump'a doğru getdi. Si Jinping. Getdi və bayırda görüşdülər, əl verdilər, görüşdülər. Bu Putin isə Böyük Millət Məclisinin içərisində dayanıb, belə heykəl kimi dayanıb Si Jinping. Putin də belə lakey kimi qaça-qaça, yüyürə-yüyürə buna doğru gedir. Bu hərəkət edəmir, bu ona doğru gedir, o bir əlini uzadır. Putin isə iki əlini uzadaraq iki əlli onun əlindən tutur. Sonradan Çin prezidenti o bir əlini də gətirdi, bunun əlinin üstünə qoydu. Amma əvvəlki təşəxxüsünü, təkəbbürünü qətiyyən pozmadı. Qarşısında sanki adi bir quberniya rəhbərinin və ya adi bir adamın durduğu kimi onunla davrandı. Elə əlini əlinin üstünə qoymağı mən səndən üstünəm deməkdir da, yəni. Deyirlər da, yəni ki, siyasətdə əgər bir adamın əlinin üstü o bir adamın əlinin üstündədirsə də o demək ki, mən səndən üstəyəm. Çox sağ olun. Həqiqətən də, yəni bəli, o bədən dili da, bədən dili. Bəli, Si Jinping bunu nümayiş elətdirdi ki, yəni və həqiqətən də çox doğru müşahidələriniz çox doğrudur və Rusiya bu Trump'ın dalınca qarabaqara, bəzən doğru deyirlər, liderlərin görüşləri əvvəlcədən proqramlaşdırılır, bəlkə də Putinlə görüş, amma mən elə gəldi ki, yox, bu görüş elə tələm-tələsik, qəflətən, Trump'ın ardınca dünən sən bugün mən gəldim və həm də belə bir jest idi, belə bir işarə idi. Bəs orada səslənən o fikirlər, iki tərəfli görüşlərdə, təkbətək görüşlərdə, səslənən fikirlərdəki mesajlar nə idi? Mən məsəl üçün Si Jinping yaxın şərqlə bağlı narahatlığını dilə gətirdi. Amma mən o yaxın şərqdən sonra danışaraq Rusiya ilə bağlı, yəni yenə strateji əməkdaşlıq, dostluq məsələləri üzərində də dayanıldı. Amma istənilən halda bayaq oxudum, gördünüz, Washington Post deyir ki, Putin istədiyini ondan ala bilmədi. Çox doğru yazıbdır. Çünki Çin tərəfi, Çin prezidenti həddindən artıq hiləgər adamdır. Çinin Komünist Partiyasının ətrafında ondan çox elmi tədqiqat institutu Rusiyanın inkişafını proqnozlaşdırır, tədqiq edir və nəticələr hazırlayıb ölkə prezidentinin qarşısına qoyur. Çin bu saat belə düşünür ki, Rusiya süquta getməkdədir. Rusiya özünün son dövrlərini yaşayır.
bir fövqəl dövlət kimi, əyalət dövləti kimi qalacaq. Amma Rusiyanın ərazisindəki etnik qruplar, millətlər və xalqlar heç cürə Rusiyaya bitişik, Rusiya Federasiyasının subyekti kimi qalmayacaqlar. Onlardan ən azı 50'si özünün 174 dənədən 50'si ən azı özünün müstəqilliyini elan edəcəkdir. Yəni parçalanma anlamına gəlir də, yəni Rusiyanın parçalanacağı. Rusiya parçalanacaq, müəyyən etnik münaqişələr olacaq, torpaqların bölünməsi, sərhədlərin müəyyənləşdirilməsi uğrunda mübarizələr olacaq. Rusiya mərkəzi hakimiyyətinə, Moskva hakimiyyətinə heç kəs inanmayacaq. Üstəlik də mən Ukraynanın Moskvaya və Leningrada raket zərbələrinin haqqında danışsam, onda Rusların da, hamının da başının tükü biz olar. Ukrayna Moskvanı tamamilə tarımar edə biləcək qədər raket qüvvələrinə malikdir. Və yaxınlarda Ukraynanın artıq nüvə silahına malik olacağı barədə fikirlər səsləndirilməkdədir. Mən demirəm ki, Moskvaya nüvə silahı atacaq, amma onlar əgər nüvə silahına əl atsalar, Böyük Britaniyada, Amerikanın özü də, Fransada nüvə silahından sarsıdıcı zərbələr indiriləcək və qabaqlayıcı zərbələr olacaq. Qoymayacaq ki, Rusiya Avropa ölkələrinin hər hansı birinə hücum etsin və darmadağın etsin. Bu məsələ iskulüçə etsin. Necə deyirlər, gündəmdən çıxarılmalıdır.